Məkkə ətrafı ziyarətlərimiz davam eləyir. Növbəti ziyarətimiz Cəbələn Nur, yəni Hira mağarası. Peyğəmbər 40 yaşından əvvəl gizli ibadətlərini gəlib bu dağda eləyərdi, Nur dağında. Xüsusi gizli ibadətlərini və o yeri Allahdan başqa 3 nəfər bilirdi. Gizli eləyirdi bir Peyğəmbər. Biri özüydü, biri yanında hərdən bir gətirirdi. Kim idi? Həzrət İmam Əli əleyhissalam Körpəlikdən. İmam Əli baxın Körpəlikdən Peyğəmbərin yanında olub gizli vaxtları. Qalmışdı ki, gedəndən sonra kim olmalıydı? Və biri də xanım idi. Kim idi? İslamı ilk qəbul eləyən xanım Həzrət Fatimə Zəhraya ana olmağa ləyaqəti olan Həzrət xanım Xədicə-i Kübra. Bu üçündən başqa heç kəs Peyğəmbərə o qədər məhrəm deyildi ki, gizli yerin bilsin. Həzrət Peyğəmbər 40 yaşında yenə gizli ibadətlərini elədiyi vaxtda heç vaxtı eşitmədiyi bir səs eşidir. O səsdə belədir. Bir söz gəlir, İqra. İqra ərəb sözüdür, əmr formasındadır. Bizim dildə mənası oxu deməkdir. İqra yəni oxu. Peyğəmbər məəttəl qalır. Kim var burada? Burada məndən başqa heç kim olmamalıydı. Bu səs kimdir danışan? Heç bir mələk birinci dəfə daxı nazil olur. Yenə o səs gəlir ki, İqra bismi rabbikəlləzi xaləq. Oxu səni yaradan Rəbbimin adı ilə Peyğəmbərə. Peyğəmbər bilir artıq ki, Həzrəti Cəbrail mələkdir. 4 ən böyük əsas mələkdən biri. Bilir artıq Peyğəmbər seçilir. Ayənin arxası da var. Ələq surəsinin əvvəlləridir, insanın yaradılışından danışır. O Allah ki, oxu səni yaradan Rəbbimin adı ilə. O Allah ki, insanı bir damla mundar sudan, vaxtadan yaratdı.